bir mekanı doğma eden binası, teknikası, avadanlıkları değil. Orada çalışan insanlardı. Bu mekanı da doğma eden şəxslərdən biri mənim üçün Bəhman müəllimdir. Bəhman müəllimlə mən elmi işlər üzrə rektor işləyəndə Tərbiyə Elmi Cəmiyyətinin elmi rəhbəri idi. Orada daha sıx 6 il əməkdaşlıq edərdik. Onu qeyd edim ki, Bəhman müəllim həqiqətən bir brenddir. Öz dünyası olan, öz tədris, pedagojik metodikası olan, riyaziyyat kimi çətin elmi gündürərək, əyləndirərək, əyləncəli hala gətirərək öz metodikası olan bir şəxsdir. Azərbaycan təhsil sistemi üçün bir dəyərdir, bir tapıntıdır. İndiyə qədər mən də Bəhman müəllimin 3 kitab təqdimatında iştirak eləmişdim, mənim qeyd elədiyi. Xüsusilə İlham müəllim kitabı kifayət qədər təhsil cəmiyyəsinə mesajları olan bir kitabdır. Mən şəxsən sevə-sevə 2 və ya 3 dəfə o kitabı oxudum. Çox yararlandı. Növbəti kitab mənim üçün sensasiya oldu, amma mütləq oxuyacağım. Çünki artıq Azərbaycan sərhədlərini aşdı. Bəhman müəllim yeni tədqiqatıyla elm cəmiyyəsinin, mikron dünyası və teologiya ilə əlaqəli dünyasına çox maraqlı gəldi. Söz verəcəm, onu da oxuyacağım. En az 2 dəfə. İdeal müəllim 3 dəfə oxumuştum. Uğurlar arzulayıram və bu tədbirin təşkilində əməyə keçən hər kəsə təşəkkür edirəm. Sağ olun. Alimler onun daşıyıcısıdır. İşarətinizə müxtəlif aspektlərdən mən Bəhməni müşahidə edirəm, tədqiq edirəm və sevinirəm. Gözünüzün qabağında hələ ondan danışmamış bir məqamı gördük. Nə qədər səndə ilahi eşq olar, nə qədər insan eşq olar, nə qədər peşənə sən bağlı olasan ki və iddiasız, ədasız olasan ki, sən Mehdini burada təqdim edəsən, özündən əvvəl. Bu böyük işdir. Bu böyük peşə uğrudur mən bilən insanım. Bəhmən müəllimin qeyri-adiliyi haqqında saatlarda danışa bilərəm. Çünki onu çox yaxından izləyirəm. Eyni xəttdən informasiyanı qəbul etmə qabiliyyətimiz var. Və ən böyük marağım ondadır ki, mən Bəhmən müəllimi olmasaydı əsiri eşq çəkməzdi zənciri. Bunu Nizami əvvəl demişdir.